Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yine 5-ci sinif riyaziyyatdan çalışmalar kitabındaki tapşırıqları sizinlə birlikte həll etmeye devam edəcəyik. Artıq səhifə 22-deyik. Bugünkü mövzumuz natural ədədlərin vurulması və bölünməsidir. Bu səhifədə nümunələr əsasında çalışmaları izah edib həllərə baxa bilərsiniz. Biz isə keçirik səhifə 23-ə çalışmaları həll etməyə. Bir də deyir tənlikləri həll edin. Baxırıq ki 5-i mötərizəyə vurub mötərizənin cavabına 0 eləyibsə, deməli mötərizənin cavabı 0-a bərabərdir. 5-i 0-a vuranda 0 eləyir. Ona görə x-i tapmaq üçün 0-ın üstünə 7 gəlirik. X bərabərdir 7-yə. Burada da yenə mötərizənin cavabını 4-ə vurub 0 eləyibsə, fərqi yoxdur neçəyə vurursa. 0 eləyirsə, deməli bu mötərizənin cavabı 0-a bərabərdir. X da burada olacaq 19. 19-dan 19 çıxanda 0 eləyir. Burada deməli əvvəlcə 6 vurulsun x çıxılsın 16 nəyə bərabərdir onu tapırıq. Üstünə 3 gəlib 3 eləyibsə 3-dən 3 çıxırıq 0-a bərabər olur. Sonra mötərizənin cavabı da deməli 0-a bərabərdir. Çünki 6-nı bunda mötərizənin cavabına vurub 0 olubsa, deməli mötərizənin cavabı 0-dır. Bu zaman x eləyir 16. Burada yenə 25 çıx x bunu saxlayırıq hələ. Mötərizəni saxlayırıq. Bunu 2-yə vuranda üstünə 9 gəlib. 9 gəlində 9 elirsə, biz 9-dan 9-u çıxırıq. Tapırıq ki, bunun cavabı, bu ifadənin cavabı 0-dır. Deməli 25 çıx x 0-a bərabərdir. Çünki bunu 2-yə vurub 0 eləyibsə, deməli bunun özü də 0-dır. Onda x də eləyir 25. Birinci tapşırığın həlli 2-yə baxırıq. Vurmanın xassələrindən istifadə etməklə deyir hesabla 48-i 5-ə vurmaq üçün. Vurmanın xassələrindən deyir istifadə elə. Ona görə biz burada 48-i 40 ilə 8-in cəmi kimi göstərib hər birini 5-ə vura bilərik. Yazırıq 40 vurulsun 5, üstə gəl 8 vurulsun 5. 40-ı 5-ə vuranda 200 eləyir. 8-i 5-ə vuranda 40 eləyir. Və bunları da toplayanda 240 eləyir. İkincidə yenə paylama xassəsindən istifadə edəcəyik. 8-i vuracaq. 251 açıq şəkildə yazırıq. 200 üstə gəl 50 üstə gəl 1. Bu da bərabərdir 8 vurulsun 200. Üstə gəl 8 vurulsun 50. Üstə gəl 8 vurulsun 1. 8-i 200-ə vursaq 1600. Üstə gəl 8-i 50-yə vursaq 400. 8-i 1-ə vursaq 800. Daha doğrusu 8. 1600-ün üstünə 400 2000. 2000-də üstünə 8. 2008. Keçdik 3-cü misala. 9 vurulsun 59 yazacaq. 9 vurulsun 50 üstə gəl 9 şəklində. Bu da bərabərdir. 9 vurulsun 50 üstə gəl 9 vurulsun 9. 9-u 50-yə vursaq 450. 9-u 9-a vursaq 81. Bunları da toplasaq 531. Keçdik 4-cü ifadəyə. Burada 362-ni 300 üstə gəl 60 üstə gəl 2 kimi göstərib hər birini vurarıq 3-ə. 300-ü 3-ə vurmalıyıq. Üstə gəl 63-ə vurmalıyıq. Üstə gəl 2-ni 3-ə vurmalıyıq. 300-ü 3-ə vursaq 900. Üstə gəl 63-ü 3-ə vursaq 180. Üstə gəl 2-ni 3-ə vursaq 6. Deməli 900-ün üstünə 186 gələk. 6, 8, 1086 eləyir. Keçdik 5-ci ifadəyə. Burada 5-i vurmalıyıq. 478-i göstərərik. 400 üstə gəl 70 və 8-in cəmi kimi. Bu da bərabərdir. 5-i vurarıq 400-ə. Üstə gəl 5 vurulsun 70. Üstə gəl 5 vurulsun 8. 5-i 400-ə vuranda 2000 eləyir. Üstə gəl 5-i 70-ə vuranda 350 eləyir.
5'i 8'e vuranda 40 eləyir. Bu da bərabərdir 2390. 2390. Keçdik 6-ya. 6'ya baxaq. 543 vurulsun 4 yazılıb. 543'ü yazırıq açıq şəkildə. 500 üstəgəl 40 üstəgəl 3 vurulsun 4. Deməli bu bərabərdir. 500'ü 4'ə vururuq. Üstəgəl 40'ı 4'ə vururuq. Üstəgəl 3'ü 4'ə vururuq. 500'ü 4'ə vuranda 2000. Üstəgəl 40'ı 4'ə vuranda 160. Üstəgəl 3'ü 4'ə vuranda 12. Bu da eləyir 2172. Keçək 7'yə. Baxaq görək 7'də nə var. 1297 artıq 4 rəqəmlidir. Yazaq onu da açıq şəkildə. 1000. Üstəgəl 200. Üstəgəl 90. Üstəgəl 7 vurulsun 6'ya. Bərabərdir. 1000 vurulsun 6. Üstəgəl 200 vurulsun 6. Üstəgəl 90 vurulsun 6. Üstəgəl 7 vurulsun 6. Bu da bərabərdir. 1000'i 6'ya vursaq 6000. Üstəgəl 200'ü 6'ya vursaq 1200. Üstəgəl 90'ı 6'ya vursaq 540 və 7'ni də 6'ya vuruq 42. 6000'in üstünə 1200, 7200, üstünə 540 gəlsək 7740, üstünə də 42 gəlsək 7782. Keçirik 8-ci ifadəmizə. Baxaq burada da nədir? 8 vurulsun 2504. 8 vurulsun 2504'ü açıq şəkildə yazsaq 2000. Üstəgəl 500. Üstəgəl 4. Bu da bərabərdir. 8 vurulsun 2000. Üstəgəl 8 vurulsun 500. Üstəgəl 8 vurulsun 4. 8'i 2000'ə vursaq 16000. Üstəgəl 8'i 500'ə vursaq 4000. 8'i 4'ə vursaq 32. 16000'dən 4000 eləyir 20000. Üstünə də 32, 20000, 32. Geçdik 9'a. 9'da nə deyir? 23'ü 2500'ə vurmalıyıq. Vuraq. 23 vurulsun 2000. Üstəgəl 500. Bu da bərabərdir. 23 vurulsun 2000. Üstəgəl 23 vurulsun 500. Bərabərdir. 23'ü 2000'ə vursaq 23'ü 2'yə vurarıq 46. 3'dən də 0 yanına gətirdik. Üstəgəl 23'ü 500'ə vururuq. 15, 10, 11. Yanındakı 0 gətiririk və bunları toplayanda 57500 eləyir. Və 10-cu deyəsən axırıncıdır nəhayət. Aha. 1600'ü 42'yə vurmalıyıq. 1600'ü 1000 və 600 kimi cəmi kimi göstəririk və bunu vururuq 42'yə. Bu da bərabərdir. 1000 vurulsun 42. Üstəgəl 600 vurulsun 42. Bu da bərabərdir. 1000'i 42'yə vuraq, eləyəcək 42000. 600'ü 42'yə vursaq 12. 24 bir yadda 25. Yanındakı sıfırımızı gətiririk. Və bunları da toplayırıq. Eləyir 67200. Bütün ifadələrimizi hesabladıq bu şəkildə. Silək keçək növbəti tapşırığa. Növbəti tapşırıq 3-cüdür. Deyir ki, boş xanalara uyğun ədədləri tapın. 255'i neçəyə vursaq 255 eləyər. Yəni biz bilirik ki, ədədi 1'ə vuranda ədədin özü eləyir. Ona görə burada 1 olacaq. Burada isə cavab 0 eləyir. Bilirik ki, ədədi 0'a vuranda cavab 0 eləyir. Burada digər tərəfdə 38 vur 52 var və burada da 52 varsa, yəni burada vuruqların yerini dəyişibdir. Burada da təbii ki 38 olmalı.
Burada da yenə hər iki tərəfdə 47 varsa digər vuruq, buradakı digər vuruq olacaq. Sonra burada yenə vuruqların yerini dəyişib, yəni qruplaşdırıb 4-dən 8-i bir qruplaşdırıb digər vuruq da deməli bu boş xanada olacaq. Yəni 12. Burada 158 nə hardan çıxdı? Hə, 0. Yəni bunun cavabı 0-a bərabərdir. Vuruqlardan biri 0-dırsa cavab 0 eləyir. Bunda cavabın 0 olması üçün gərək 0-a vuraq. Ona görə yazdıq 0. 4-də deyir ABC ilə hər hansı ədədlər işarə edilib. Bərabərliklərin doğru olması üçün boş xanalara uyğun hərf yaxud ədədləri tapın. Bu da oradakı kimi vuruqların yerini dəyişir. Burada 12 varsa, digər vuruq A-dırsa, deməli burada da A olmalıdır ki, cavab bərabər olsun. Burada da 9 var hər iki tərəfdə. Deməli digər vuruq nə olmalıdır? 8 olmalıdır. Burada isə 12, 15 və B var. Burada isə 180 var. Nəyə görə 180 var? Çünki 12-ni 15-ə vuranda 180 eləyir. Bu ikisini vurub artıq. Deməli biz digər qalan vuruğa vurmalıyıq bu ikisinin cavabını. Yəni B-yə. Burada nədir görək? Hər iki tərəfdə 9 var. 9-u mötərizə xaricinə çıxardırıq və vururuq 15 ilə 7-nin fərqinə. Burada nə edəcəyik? Baxırıq ki, burada hər iki vuruq C-dir. C-ni mötərizə xaricinə çıxardıb buradakı ədəddən B-ni çıxmalıyıq və deməli başa düşürük ki, burada 17-dir. Sonra bura baxırıq. Hər iki tərəfdə 16 var. Ona görə 16 mötərizə xaricinə çıxardıbdır. 6-nın üstünə gəlməli digər tərəfdəki vuruğu. Bu da 15. Deməli burada boş xanada 15 olacaq. Burada nə edək? Baxaq görək. Niyə burada 56 yazılıb? Çünki 8-i 7-yə vurubdur. 56 eləyib. Burada isə 8-i A-ya vurarıq. Sonra burada isə yenə onun kimidir. B-ni 30-a vurarıq. Sonra da 30-u 12-yə vurarıq. Artıq yazıb da onun cavabını. Burada nə edibdir? 5 yazıbdır. 8 vurulsun. 8-i mötərizə xaricinə çıxardıbsa biz 40-ı 8 ilə nəyin hasili kimi göstərə bilərik? 40 bilirik ki 8 vur 5-dir. Düzdürmü? Deməli biz buna 8 vur 5 kimi baxsaq, 8-i mötərizə xaricinə çıxartsaq, burada 15, burada da 5, 15-dən 5 çıxmalıyıq. Bu cür bu tapşırığı da yazdıq. 5-də deyir ki, A vur B 25 olduqda ifadələrin qiymətini tapın, cavabın necə tapıldığını vurmanın uyğun xassələrinə əsasən izah edin. Baxın, burada 3 dənə vurma var, vuruq var. Biri 12-dir, digərləri də A-dan B-dir. A-dan B-nin hasilini bilirik. A-dan B-ni qruplaşdırarıq. Yəni, burada ümumiyyətlə qruplaşdırma xassəsindən istifadə edəcəyik. Hamısında A-dan B-ni bir qruplaşdıracaq. Onları bir vuracaq ki, çünki onların cavabını bilirik. Yəni, birini açıq şəkildə yazdım. Necə eləyirik? A vurulsun B, sonra 12-yə vururuq. Bilirik ki, vuruqların yerini dəyişəndə hasil dəyişmir. Həm də yer dəyişmə xassəsindən istifadə etmiş oluruq. A-dan B-nin hasilini bilirik. Yəni, uşaqlar bəzən A-nı, B-ni ayrıca tapmağa çalışırlar. Buna ehtiyac yoxdur. Biz bilə bilmərik A neçədir, B neçədir. Biri 5 ilə 5 ola bilər, 25 ilə 1 ola bilər. Fərqi yoxdur. Əsas odur ki, bunların hasilini bilirik 25. Deməli 25-i vuracaq 12-yə. Bu ifadənin cavabını tapacaq. Bu eləyir 300. Hamısında bu cür eləyəcək. Baxın, yəni uzun yazmıram artıq. B ilə A-nın hasilini bilirik. Yenə burada da qruplaşdırırıq o ikisini və 8-ə vururuq. 25-i 8-ə vuranda 40, 16, 200. Sonra burada 25-i 24-ə vururuq. Siz yaza bilərsiniz 25 vurulsun 24. Mən uzun olmasın deyə cavabı yazacağım. Eləyir 600. Burada 25-i bərabərdən sonra 25 vur 6 yaza bilərsiniz. Burada eləyir 30, 3 yadda 12, 3 yadda 15, 150. Sonra burada 4 dənə vuruq var. İkisinin hasilini bilirik. Bunları bir qruplaşdırırıq. 5 ilə də 4-ü bir qruplaşdırırıq. Yəni yazırıq ki 25 vurulsun 5 vurulsun 4. Bu da bərabərdir 5-i 4-ə vurarıq. Əvvəlcə 20. Bunu mötərizədə yazaq. Bunları bir qruplaşdıraq. Daha asan da olsun. 20, 25-i də 20-yə vuranda 500 eləyəcək. Burada 25-i vuracaq 12 və 8-ə.
Birinci 25-i 8-ə vurarıq 200. 200-ü 12-yə vurarıq 2400. Burada yenə A ilə B-ni qruplaşdırırıq 25. 25-i 6-ya vuraq birinci. 25-i 6-ya vuranda 150 eləyir. Burada vurmuşduq. 150-ni də 18-ə vur. Eləyir 2700. Və axırıncıda 25-i 9-a vuranda deməli eləyir 45, 4 yadda, 18, 4 yadda, 225. 225-də 7-yə vuraq, 35, 3 yadda, 14, 17, 1 yadda, 14, 1 yadda, 15, 1575. Keçək 5-ə, burada nümunə verib yenə qaydaları izah edir. Əlverişli olan və onlara yaxın ədədlərlə əvəz eləyibdir. Yəni təxmini hesablayıb da bunları. 6-da da yenə təqribi hesablamaqla cavabın inandırıcı olub olmamadığını yoxlamağı başa salıb. 6-ya baxaq. Deyir, vurma əməlinin xassələrindən istifadə etməklə ifadənin qiymətini tapın və cədvəli tamamlayın. Bu da bayaq işlədiyimiz tapşırıq kimidir. A ilə B-nin hasilini verib 28. Burada A ilə B-ni bildik ki, ikisi birlikdə 28-dir. Deməli, 28-i 15-ə vurmalıyıq. Birinci cavabı tapmaq. Bu da eləyir 420. Burada 28-i 15-i 60-a vurmalıyıq. 0 yazaq. Deməli, 36, 900 eləyir. Burada isə 15-i 402-yə vurmalıyıq. Bu da 6030 eləyir. Burada isə nə deyir? A ilə B-nin fərqini göstərib. Burada hər iki tərəfdə vuruqlardan biri 5-dir. Deməli, biz bunun 5-i mötərizə xaricinə çıxardarıq və A ilə B-nin fərqinə vurub cavabı tapa bilərik. Və A ilə B-nin fərqi 20-dirsə, biz 5-i 20-yə vuraraq cavabı tapırıq. Bu eləyir 100. 5-i 42-yə vururuq. Deməli, 10, 20, 21, 210. 5-i 108-ə vururuq. 40, bu da 5, 540. Burada da yenə onun həmin ifadə kimidir, toplanmasıdır. Yəni, biz bunu 9-u məhtərizə xaricinə çıxardarıq. Vurarıq A ilə B-nin cəminə. A ilə B-nin cəmi 15-dirsə, 15-i 9-a vururuq. 45, 135. Sonra burada isə 30-a vururuq. 270. Burada isə 9-u 92-yə vururuq. 18, 81, 82. 828. 7-də deyir, 2 vurulsun 5 hasilini ayırmaqla hesablayın. Burada 2 vurulsun 5-i necə ayırarıq? 88-i 2 vurulsun 44 kimi göstərsək, 5 vurulsun 2 vurulsun 44. 5 ilə 2 10-dur. Onu da 44-ə vururuq. 440 eləyir bunun cavabı. İkincidə 75-i 2-yə ayırmaq olmur. Vuruqlardan biri 2 eləmək olmur. Amma 4-ü 2 vur 2 kimi 2 vur 5-dən istifadə etməliyik biz. Onda 75-i də ayırmalıyıq. Məsələn, 5-lə nəyin hasilidir? 75. 15-in. 4-də 2 vur 2-dir. 2 ilə 5 10 dedik. 10 eləyir. 15 ilə 2 30 eləyir. 30-u da 10-a vururuq. Cavabı tapırıq. 300. Burada 45-i 9 ilə 5-in hasili kimi vurulsun. 6-nı isə 2 ilə 3-ün hasili kimi göstəririk ki, burada 5 vurulsun 2 olsun. Bunların hasili 10-dur. 9 ilə 3 27-dir. 27-ni də 10-a vuranda 270 edir. Dördüncünü mən hardan yazım? Bunu gərək silim. Dördüncüdə necə olacaq? 28-i biz 2 və 14-ün hasili kimi, 25-i isə 5 və 5-in hasili kimi. 5 və 5-in hasili kimi göstərərik. 14-ü 5-ə vuranda 60 eləyir, 70 eləyir. 70-i də bunların hasilinə, yəni 10-a vururuq, 700 eləyir. 5-ci misalda 22-ni 2 vur 11 kimi vurulsun. 25-i isə 5 vur 5 kimi göstəririk. 5 ilə 11-i qruplaşdırırıq. 55. 2 ilə də 5 10-dur. Onu da 55-ə vuranda 550. Burada 6-cıda 24-ü 2 vurulsun 12 kimi. 35-i 5-ə böləndə 5 və digər vuruqda 7 olur. Deməli, burada 12 ilə 7-ni vurarıq. 84. 84-ü də 10-a vurarıq. 840.
Sonra 7-ciyə baxırıq. 12-ni 2 vurulsun 6. 125-i isə 5 vurulsun. 125-i 5-ə böləndə 25 eləyir. Burada 6-nı 25-ə vurmalıyıq. 33 yatdı. 150. 150-ni də 10-a vururuq. 1500. Sonra 8-ciyə baxaq. 25-i 5 və 5 kimi. 66-nı 2-yə bölsək 33 qalır. 5-i 33-ə vuranda 165. 165-i də 10-a vuranda 1650. 9-a baxırıq. 250-ni 5 vurulsun. Deməli 50 kimi. 16-nı 2 vurulsun 8 kimi göstərsək. 8-i 50-yə vursaq 400. 400-ü də 10-a vursaq 4000. Və sonuncusu 75-i buradan yazacağım. 5 vurulsun. 75-i 5-ə böləndə 15. 44-ü 2-yə böləndə 22. Burada deməli neyniyərik? 15-i 22-yə vurmalıyıq 330. O da 10-a vuranda 3300. Keçdik 8-ə. Deyir, bazarda bir gündə hər birində 50 kiloqram kartof olan N kisə kartof satılır. 1 kiloqram kartofun qiyməti 80 qəpik olarsa, bir gündə neçə manatlıq kartof satılmışdır? Məsələni ümumi şəkildə həll edin. N 24, 42 olduqda ifadənin qiymətini tapın. Əvvəlcə sadəcə N olarkən necə tapmaq lazımdır, onu tapacaq. Bir gündə hər birində 50 kiloqram kartof olmaqla N kisə satılıbdır. Yəni 50 vur N. Və hər biri də 80 qəpikdirsə, bunu da vururuq 80-ə. İfadəmiz bu oldu. İndi birincidə deyir N 24 olarsa, yəni N-in yerinə 24 qoyub hesablayacaq. Birinci 50-ni 80-ə vurarıq. 4000 eləyir. 4000-də 24-ə vuraq. 3-dən sıfırımızı yazaq. 4-ü də 24-ə vuranda 96. 96.000. İndi 50 vurulsun. Bu dəfə 42 olduqda soruşur. 80. Yenə 4000 edir 50 ilə 80. 3-dən sıfırımızı yazaq. 4000-i vuraq 42-yə. 8, 16, 168.000. 9-a baxırıq. Tərəvəz mağazasına 225 kiloqram kartof, x kiloqram soğan və soğandan 2 dəfə çox kök gətirdilər. Mağazaya neçə kiloqram tərəvəz gətirdilər? X 120, 280 olduqda ifadənin qiymətini tapın. Əvvəlcə ifadəni tapaq. 225 kiloqram kartof. Üstə gəl soğan. Soğan x-dir. Üstə gəl soğandan 2 dəfə çox kök. Soğan x-dirsə, kök bundan 2 dəfə çoxdursa, deməli o da 2x-dir. Bu da x-ləri toplasaq, əsas ifadəni yazsaq, bu eləyir 225 üstə gəl 3x. Bu cür tapa bilərik. X deyir 120 olduqda. Deməli yazırıq 225 üstə gəl 3 vurulsun 120. 3-ü 120-yə vuranda 360 eləyir. 225-in üstünə 360 gəlir. Üstünə 225 gələk. Təklikdə 5 olacaq. 2 ilə 6, 8, 3 ilə 2, 5. 585. İndi x-in yerinə 280 qoyaq. 3 vurulsun 280. 283-ə vuranda deməli 840 eləyir. 225-in üstünə 840 gələk. 6065. İndi isə ona baxırıq. Vurma, paylama xassəsinə əsasən ifadələrin qiymətini tapın. Deməli biz burada paylama xassəsinə görə deyirsə 50-ni 9-a vurub üstünə gələcək 3 vurulsun 9-u. Dəqiqə buranı silim, seçilsin. Bərabərdən sonra yazırıq. 50 vurulsun 9, üstə gəl 3 vurulsun 9. 50-ni 9-a 450, 3-ü 9-a 27. Bunları da toplasaq 477. İkincini buradan yazaq. Burada yazacaq. Deməli 5 vurulsun 90, çıxılsın 5 vurulsun 7. 5-i 90-a vuranda 450, 5-i 7-yə vuranda 35. Və bunları çıxanda 415. Üçüncünü hesablayaq. Burada yazacaq 80 vurulsun 5, çıxılsın 6 vurulsun 5. 80-i 5-ə 400, 6-nı 5-ə 30, bunları çıxanda 370.
12 4'te 12 vurulsun 40. Üstə gəl 12 vurulsun 6 yazacaq. 12'ni 40'a vuraq 480. 12'ni 6'ya vuraq 72. Bunları da toplayaq 552. 5-ciyə baxırıq. Burada yazacaq 7 vurulsun 80. Üstə gəl 7 vurulsun 6. 7'ni 80'ə 560. 7'ni 6'ya 42. Bunları da toplasaq 602. Sonra keçdik 6'cıya. 6'cını buradan yazacağım. Bərabərdən sonra yazırıq. 100 vurulsun 8 çıxılsın 9 vurulsun 8. 100'ü 8'ə 800. 9'u 8'ə 72. Bunu da çıxsaq qalacaq 728. 7'cini buradan yazaq. Bərabərdən sonra yazacaq 6 vurulsun 1500. Çıx 6 vurulsun 250. 6'nı 1500'ə vuraq. Sıfırları yazırıq. 9000 çıxılsın 6'nı 250'ye vuraq. 0 0 1500. 9000'dən 1500'ü çıxanda 7500. 8'i də yazaq axırıncının. 1250 vur 8. Üstə gəl 125 vur 8. Deməli 0 0 0 deməli 8 aha 10.000 125'i vuranda isə 1000 10.000 də üstünə 1000 gələndə 10.000 11.000 daha doğrusu 11.000 bu cür bunları da yazdıq. İndi isə 11'ə keçirik. Deyir ifadələrin qiymətini tapın. İfadə verib və deyir x 197 olarsa. Görürük ki hər iki tərəfdə 15 var. Yəni biz bura x'in yerinə 197 kimi yazırıq. Bərabərdir. Hər iki tərəfdə 15 varsa 15'in mötərizə xaricinə çıxardırıq. 803 ilə 197'ni toplayırıq. Bu da bərabərdir. 15 vurulsun. Bunları toplayanda deməli 11 yadda. 11 yadda. Bu da 10. 1000 eləyir. 15'i də 1000'ə vuranda 15.000. İkincidə y'nin yerinə 143 qoymalıyıq. Burada da görürük ki hər iki tərəfdə 87 var. 87 mötərizə xaricinə çıxardırıq. Vurulsun 143 çıxılsın 43. Bu da bərabərdir 87 vurulsun 100'ə. Bunu da vuranda eləyir 8700. Üçüncüdə x'in yerinə 163 qoymalıyıq. Və bərabərdən sonra yazırıq. Görürük ki hər iki tərəfdə ortaq vuruq 163'dür. Mötərizə xaricinə çıxardırıq. Digər vuruqlarımızı çıxırıq. 527 çıxılsın 227. Bu da bərabərdir 163 vurulsun 300. Bu da bərabərdir sıfırları yazaq. 9, 18, 48.900'ə bərabərdir. Burada y'nin yerinə 18 qoyuruq 4-cüdə. Ortaq vuruq 82'dir. Vurulsun 218. Çıxılsın 18. Bu da bərabərdir 82 vurulsun. Çıxanda qalır 200. Bu da bərabərdir sıfırları yazsaq 4. 16.400'ə. Bu da sonuncu tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun. Yeni videolarda görüşərik.